Salam əziz abituriyentlər və əziz müdavimlərim. Bugün sizinlə Qədim Misir mövzusunun izahını verəcəm. Bundan əlavə dərslərimizə qoşulmaq istəsəniz və yaxud da ödənişsiz icma kanallarımıza qoşulmaq istəsəniz, açıqlama bölməsində icma kanallarımızın linki yerləşdirəcək. Dərslərimizlə bağlı əlaqə yaratmaq istəsənizsə, əlaqə telefonumuz ekranda göstəriləcək. Deməli, bu Qədim Misir mövzusunu sizinlə izahını paylaşıram. Deməli, Qədim Misir, yəni ki, ehramlar ölkəsi. Keçid edək isə izaha. Deməli, Qədim Misirin ilk növbədə coğrafi mövqeyi haqqında qısa bir məlumat verək. Qədim Misir yer kürəsində biz bilirik ki, sonuncu böyük buzlaşma dövrü artıq bitdi və bu buzlaşma dövrü bitdikdən sonra iqlim dəyişiklikləri baş verdi. Nəticədə dünyanın ən böyük səhrası olan Saxara səhrası yarandı və insanların çoxu Nil çayının ətrafında, Nil çayı isə təxmini bu bölgələrdə, Nil çayının ətrafında, eyni zamanda Afrikanın cənubuna köç etməyə başladılar. Baxın, Afrika materiki gördüyünüz bu materik Afrika materikidir və Afrika materikində hansı ki Misir bölgəsi də sizin üçün qeyd olunubdur. Bu bölgə Misirdir və eyni zamanda buradan Nil çayı axır. Hansı ki qırmızı rəngdə işarə etdiyim çay Nil çayıdır və bu çay ətrafında artıq sonuncu böyük buzlaşma dövrü bitdikdən sonra insanlar cəmləşməyə başlamışdı. Deməli, insanların böyük sıxlıq ehtimalları daha çox nə oldu? Nil çayı ətrafında cəmləşməyə başladı. Nil çayı ümumiyyətcə Misirdə əsas sivilizasiyanın əsas mənbəyi kimi Nil çayı götürülür. Keçid edək digər slaydımıza. Qədim Misir biz bilirik ki, iki yerə böldülər və bölgü isə Nil çayının axın istiqamətinə görə idi. Bu nə deməkdir? Gəlin bu haqda biraz sizə məlumat verim. Baxın, biz bilirik ki, 40-dək Nil çayı ətrafında, yəni ki, baxın, Nil çayı buradır. Bu isə deltadır. Delta nədir? Çay, yəni ki, qollara müəyyən artıq töküldüyü bölgədə müəyyən qollara parçalanırsa, artıq bu delta adlanır ki, baxın, Nil çayı da Aralıq dənizinə töküldükdə burada deltalara parçalanır. Hansı ki, bölgədə Nil çayıdır. Biz bilirik ki, Nil çayının ətrafında 40-a qədər kiçik dövlət var idi. Bu kiçik dövlətlər zamanla artıq bir-biri ilə mübarizə nəticəsində birləşdi və aşağı Misir və yuxarı Misir yarandı. Gəlin bir az da açaq və danışaq. Biraz məntiqli fikirləşsək, nəyə görə bu bölgəyə aşağı Misir və nəyə görə bu bölgəyə yuxarı Misir deyilir? Sizcə nəyə görə bu belədir? İlk növbədə onu qeyd edim ki, aşağı Misir dedikdə nəyə görə aşağı yox, yuxarı Misir dedikdə isə nəyə görə yuxarı yox nəzərdə tutulur? Gəlin onun açıqlamasını sizə aydın şəkildə verim. Biz bilirik ki, normalda çaylar şimaldan cənuba axmaqdadır. Yəni istiqamət budur. Amma Nil çayının istiqaməti tərslikdən cənubdan şimala doğru olduğundan aşağı Misir yuxarıda qeyd olunmuşdur. Yuxarı Misir isə aşağı bölgədə qeyd olunmuşdur. Bu da bizim əsas fərqimizdir. Elə slaydın özündə də qeyd olunub ki, Qədim Misiri iki yerə bölürdülər. Bölgü isə Nil çayının axın istiqamətinə görə idi. Yəni ki, onlar şimalı cənub, cənubu isə şimal olaraq düşünürdülər. Çünki çayın istiqaməti cənubdan şimala doğru axırdı. Bu səbəbdən İnsanlarda o fikir formalaşmışdı ki, cənub bölgəsində şimaldır, şimal isə cənubdur. Nil çayının suyu yazda daşaraq daşqınlara səbəb olurdu. Bu daşqınlar isə çayın ətrafında lil qara torpaq qatını yaradırdı. Biz xəritədən də görsək ki, baxın, Nil çayı ətrafı bölgələr daha belə cəngəllik, daha yaşıllıq bölgələrdir. Bu isə lil torpaq qatını, münbit torpaq qatını artıq bu bölgələrdə toplaşmasından, bu isə artıq necə deyirlər, yeni bir otlaq sahələrinin, yeni artıq otlaq sahələrinin münbit torpaq qatının yaranmasına səbəb olurdu. Bu daşqınlardan qorunmaq üçün isə damba tikilməli idi. Hansı ki, bu dambalar da artıq Nil çayının ətrafında təsərrüfata ziyan vurmaması üçün dambalar tikilməyə başlandı və Qədim Misirin təsərrüfatında Nil çayının sahilində papirus bitirdi. Papirus, baxın, burada göstərdiyimiz hansı ki bitkidir papirus və bu qamışdan sal və yaxud da qayıq hazırlanırdı əsasən. Eyni zamanda su çatmayan hansı ki yuxarı bölgələr var idi. Baxın, bu bölgələr, məsələn, şaduf qurğusundan istifadə edilirdi. Şaduf da sizin üçün xəritə, daha doğrusu şəkildə göstərilibdir. Xammala ehtiyac isə qonşu ölkələrlə əlaqələrə səbəb olurdu. Yəni ki, Misir bölgəsi səhralıq bir bölgə idi. Əlbəttə ki də müəyyən xammala ehtiyatları özləri təmin edə bilsələr də, yenə də bəzi xammal ehtiyacları var idi ki, onları təmin etmək mümkün olmurdu. Bu da digər qonşu ölkələrlə əlaqələrə səbəb olurdu.
Eyni zamanda Misirin vahid dövlətdə birləşməsi haqqında bir məlumat versək, mən az əvvəl dedim ki, 40-a qədər kiçik dövlət var idi. Bu dövlətlər yuxarı və aşağı Misir padşahlıqları olmaqla ayrılmışdı. Hansı ki, eradan əvvəl 4-cü minilliyin ikinci yarısında baş vermişdi bu. 40-a qədər kiçik dövlət, 4-cü minilliyin ikinci yarısında yuxarı və aşağı Misir padşahlıqları yaranmışdı. Eradan əvvəl 4-cü minilliyin sonunda isə artıq yuxarı Misir, hansı ki, yuxarı Misir bizim bildiyimiz bu bölgədir. Mən dedim axı nəyə görə yuxarı Misir belə adlanır. Yuxarı Misir, yəni ki, bu bölgə aşağı Misrə qalib gəldi və bununla da ölkə vahid halda artıq birləşdirildi. Və paytaxt nə oldu? Deməli, paytaxtımız da, ilk paytaxtımız da Memfisdir. Memfis paytaxt isə burada daha aydın şəkildə verilib. Hansı ki, Nil çayının deltalara parçalandığı bölgədə Memfis şəhəri yerləşir. Baxın, Nil çayı görürsünüz, burada əyimli bir bölgəsi var. Hansı ki, bunun aşağı bölgəsində Fif şəhəridir. Bu Nil çayının deltaya yaxın olan sol bölgə tərəfində isə Memfis şəhəri yerləşir. Baxın, Memfis buradadır, Fif isə buradadır. Eyni zamanda biz bilirik ki, hansı ki Misir dövləti ağlımıza gələndə ilk növbədə ağlımıza piramidalar, eyni zamanda fironlar gəlməkdədir. Gəlin onlar haqqında da, onların sosial təbəqələri haqqında da müəyyən məlumatlandırım sizi. Deməli, firon ilk növbədə günəşin oğlu adlandırırdı. Biz bilirik ki, bu bölgə səhra bölgəsidir. İnsanlar təbiət hansı ki qüvvələri qarşısında aciz qaldığı təbiət qüvvələri qarşısında onlara artıq sitayiş etməyə başlayırdılar. Hansı ki onlar üçün də əsas bölgə nə idi? Səhralıq bölgələri idi. Bu səbəbdən də eyni zamanda onlar üçün günəş müqəddəs bir yəni ki planet olaraq qiymətləndirilirdi və eyni zamanda o səbəbdən də Firon günəşin oğlu adlandırılırdı. Eyni zamanda Firon ordunun baş komandanı idi. Yəni ki, hər hansısa bir müharibə olduqda qabaqda gedən Firon olurdu. Canişin və məmurlar da təyin edirdi. Yəni ki, o özü tərəfindən təyin edilirdi. Tanrının yer üzərindəki isə təmsilçisi idi. Piramidalar tikdirirdi. Piramidaların şəkli sizin üçün yerləşdirilir. Firon sözü isə böyük ev deməkdir. Gəlin bunu da açaq. Firon sözünün əsl mənası böyük ev mənasını ifadə edir. Yəni ki, əvvəllər Firon, hansı ki hökmdarın yaşadığı saray Firon adlandırılırdı. Yəni ki, biz hökmdara hökmdar deyirik, onun sarayı isə Firon adlandırılırdı. Yəni ki, hökmdarın yaşadığı saraya Firon deyilirdi. Daha sonra isə Firon sözü artıq hökmdarın özünü ifadə etməyə başlamışdı. Çatı isə hansı ki deyirik ki, Firon həm canişin, həm də məmurlar təyin edirdi. Çatı isə məmur idi, ali məmur idi. Yəni ki, məmurların üstü idi. Firon tərəfindən öz oğullarından birinə tapşırılırdı. Bunu xüsusilə yadınızda saxlayın. Digər məmurlar isə oxuyub yazmağı bilən şəxslərdən seçilir, verginin toplanması hüquq və ordu işlərinə baxırdı. Qullar isə qədim Misirdə qullar canlı ölülər adlandırılırdı. Bunu mütləq yadınızda saxlayırsınız, əziz abituriyentlər. İndi Misirin artıq güclənmə dövrünə keçid edirik. Hansı ki, Fironların əsas dayağı isə yaxşı silahlanmış və təlim görmüş ordu idi. Biz bilirik ki, hansı ki, səhra bölgələrində maneələr olmadığı üçün, siz bu maneələrdən qoruna bilmədiyi, hansısa dağlıq bölgə maneə olmadığı üçün, əlbəttə ki də Fironlar üçün əsas yəni müdafiə mövqeyinə olacaqdı. Əlbəttə ki də yaxşı silahlanmış və təlim görmüş bir ordu. Və eradan əvvəl artıq 2-ci minilliyin ortalarında Misirin ən güclü və qüdrətli dövrü başladı. Hansı ki, biz Misirdə 3 dənə Fironun adını çəkməliyik. Əsas Firon, 1-ci Tutmos, eyni zamanda 3-cü Tutmos və 2-ci Ramzes. Gəlin görək bunların fəaliyyəti hansı istiqamətlərdə olubdu. Baxaq. Deməli, 1-ci Tutmos işğalçı yürüşləri Asiya qitəsinə yönəlmişdi. Fələstin və Suriyanı işğal etmiş. Yadınızda saxlayın, ümumiyyətcə Misir deyəndə Misirin işğal etdiyi əsas bölgələrdən biri Fələstin, Suriya və yadınızda saxlayın Finikiya bölgələridir. Hansı ki, 1-ci Tutmos da bu bölgələri işğal edib, 3-cü Tutmos da işğal edibdi. 2-ci Tutmos, 2-ci Ramzes isə üzr istəyirəm, 2-ci Ramzes isə Fələstin, eyni zamanda Finikiya və Cənubi Suriyanı işğal edibdi. Yadınızda saxlayın. Misirin şimal sərhədlərini ilk dəfə Fərat çayına çatdırdı. Baxın, ilk sözündən yadınıza saxlaya bilərsiniz. İlk dəfə, ilk, yəni ki, birinci. İlk nədir? İlk dedikdə yadımıza birinci düşür də. İlk, yəni ki, 1-ci Tutmos. Belə yadınızda saxlayın. İlk birinci. İlk dəfə Fərat çayına çatdırdı. Cənubda isə Nubiyanı tabe etdi. 3-cü Tutmos isə Aralıq dənizinin şərq sahillərini, hansı ki Fələstin, Suriya və Finikiyanı işğal edərək yenidən Misrə birləşdirdi. Fələstin və Suriyanın idarəsi üçün isə canişinlər təyin etdi. 3-cü Tutmosdan sonra Misirin ön Asiyadakı mövqeyi artıq zəifləməyə başladı.
Baxaq 2-ci Ramzesə. 2-ci Ramzes Misirin sonuncu qüdrətli hökmdarı olan 2-ci Ramzes hakimiyyətinə qarşı Afrikada baş verən üsyanları yatırdı. Yəni ki, 2-ci Ramzes hakimiyyətə gəldikdə üsyanlar baş vermişdi və bu üsyanlar Afrikada hansı ki, bəzi bölgələrində baş vermişdi ki, bunlar da 2-ci Ramzes tərəfindən yatırılmışdı. Ön Asiyada Misirin əvvəlki qüdrətini bərpa etmiş və bunun üçün də oralara yürüşlər təyin etmiş, Het şahlığı ilə mübarizə aparmışdı. Misir və Het müharibəsindən danışsaq. Eradan əvvəl 13-cü əsrdə, Eradan əvvəl, yəni ki 1286-cı ildə baş vermiş Misir-Het müharibəsi Suriya uğrunda müharibə idi. Hər iki dövlət döyüş arabalarından altından xətt çəkilib xüsusiyyətdə saxlayın, istifadə edib, heç biri isə qəti qələbə qazanmamışdı. Kadeş şəhərində müqavilə ilə başa çatmışdı. Quruculuq işlərində isə, demək, Kadeş müqaviləsindən bir nəzər yetirək növbədə Fələstin və Finikiya Misirin hakimiyyətinə keçmiş, Cənubi Suriya isə Misirlərə, Şimali Suriya isə Hetlərdə qalmış. Deməli, Fələstin, Finikiya və Cənubi Suriya Misirlilərdə, yalnız və yalnız Şimali Suriya Hetlərdə qalmışdı. Quruculuq işlərində isə Misir uzun sürən birlikli müddət sülh şəraitində yaşanmağa başlamış, geniş quruculuq işləri aparmışdı. Yeni paytaxt Fif şəhəri də başqa yerlərdə saraylar, məbədlər və sərdabələr qurulmuşdu. Nubiyada özünə isə 24 metrlik heykəl qoydurmuşdu. Hər bir dövlətin yüksəlişi olduğu kimi əlbəttə ki də tənəzzül dövrü baş verməkdədir. Qədim Misirin tənəzzülündən danışsaq. Eradan əvvəl 1-ci minilliyin artıq əvvəllərində Misir dövləti hakimiyyət uğrunda mübarizələr nəticəsində zəifləməyə başlamışdı və bu zəifliklər Misirin əvvəlki vəziyyətinə getməsinə səbəb olmuşdu. Əvvəlki vəziyyəti nə idi? Əlbəttə ki də kiçik dövlətlərə parçalanmaq, yəni ki ayrı-ayrı yenidən hissələrə parçalandı. Hakim sülalilər tez-tez dəyişdi, nəticədə idarə pisləşdi. Misirin Əhəməni hökmdarı 2-ci Kambizin hücumuna məruz qalması və Pelusiya döyüşünün baş verməsi baş verdi. Əhəməni dövləti qalib gəldi, Misir işğal edib öz əyalətinə çevirdi. Misirin müstəqil dövlətçiliyinə son qoyuldu. Makedoniyalı İskəndər isə eradan əvvəl 332-ci illərdə Misir müqavimətsiz tutdu və Əhəməni ağalığına son qoydu. Paytaxt İskəndəriyə şəhərinə köçürdü. Eradan əvvəl 30-cu illərdə isə Misir Romanın əyalətinə çevrildi. Eradan əvvəl 6-cı əsrə aid Əhəməni möhrü, Əhəməni hökmdarı 2-ci Kambizin Misir fironunu cəzalandırması. Mədəniyyətdən əsas məqamlara gələk. Mədəniyyətdən ilk yazı, bu necə yadınızda saxlayırsınız? Hansı ki, dövlətin yaranmasına bərabər yazını götürürük. Dövlət də eradan əvvəl 4-cü minillikdə yaranmışdı yazıda və hieroqliflər Misirdə əsasən hieroqliflər idi və bunları oxumağa Jean Champollion nail olmuşdu 1822-ci illərdə. Təhsildən danışsaq, onların təhsil sistemi güclü inkişaf etmişdi. Əvvəlcə hieroqlif yazı, sonra həndəsə və hesab öyrədilirdi. Hieroqlif, baxın, h. Hieroqlif, hesab, həndəsə, yadınızda saxlayın. Misir, ehramlar ölkəsi, ehramlar. Onlarda h hərfidir, yadınızda saxlayın. Deməli, təhsildə də əsaslar bunlardır. Daha sonra isə Qədim Misiri qızılı ölkədə adlandırırdılar. Əsas sərvət isə buğda və dənli bitkilər idi. Bir də ki, Qədim Misirdə kahin və alimlər var idi ki, hansı ki onlar günəş və ay tutulmasının vaxtını dəqiq bilir, ulduzlu göyün xəritəsini tərtib etmişdilər və il 4 aydan ibarət 3 mövsümə bölünürdü. Yəni daşqın, əkin, məhsul. Nəyə görə belə adlandırılır? Çox məntiqlidir əslində. Onların həyat şəraiti ümumiyyətcə Nil çayına bağladıqlarından. Baxın, fikir verin, daşqın. Nil çayı daşırdı. Bir mövsüm keçdi, əkin. Artıq Nil çayının daşqınları nəticəsində Nil torpaq qatı yaranır və bu torpaq qatı nəticəsində yəni Nil boyu ətrafı təsərrüfat torpaqları münbitləşirdi. Bu münbitləşmələr artıq əkinlərin daha məhsuldar böyüməsinə səbəb olur. Bu isə əkin, daha sonra əkinə səbəb olur. Əkindən sonra isə məhsul yığımı baş verirdi. Həndəsə, onluq hesablama sistemindən istifadə etməyi bacarır. Həcm, üçbucaq, dairə və trapeziyanın sahəsini hesablaya bilirdilər. Hər bir rəqəm üçün isə ayrıca işarə mövcud idi. Tipdən danışdıq. Həkimlər nəbzi dinləri, müxtəlif bitkilərdən istifadə edir. Dünyada ilk dəfə, baxın bu vacibdir, sadə cərrahi əməliyyatlar aparılırdı. Qədim əfsanələrdən danışsaq, onlar çox tanrılıq dininə sitayiş edirdilər. Baş tanrıları Amon idi. Bax, biz bilirik ki, Amon baş tanrı olubdur. An isə digər baş tanrı. Amon biz bilirik ki, Misirin baş tanrısı olub. An isə Şumerlərin baş tanrısı olubdur. Belə yadımızda saxlayaq. Amon orta iki hərfi çıxardıqda an olur. Şumerlərdə an, Misirlilərdə Amon. Sonra fironların dəfn edildiyi piramida, məbəd və saraylar memarlıqda əsas yer tutduğu üçün ehramlar ölkəsi adlandırılırdı. Eradan əvvəl 3-cü minillik fironlar, baxın,
Sizdən soruşsalar ki, ehramları, hansı ki bu piramidaları siz eradan əvvəl 3-cü minillik qeyd eləyəsiniz əsas. Gizada fironların məzarlarında pilləkənvari piramida, formalı ehramlar inşa edilməyə başlandı. Firon Djoser'in piramidası pilləkən formalı ilk piramida idi. Baxın, qarışdırmayın. Biri var ilk piramida, biri var pilləkən formalı ilk piramida. Yadınıza saxlayın, pilləkən sözü varsa da bu Djoser'dir. Xeopsun piramidası isə ən hündür və ən böyük piramida idi. Xeopsun üfüqü adlandırılırdı. Piramidalar qarşısında qoyulmuş insan başı şir bədənli heykəl isə böyük sfinks adlanırdı. Sfinksi biz Mannada da eşitmişik. Misirdə böyük sfinks dəhşətlər atası Fironun ruhlarının qoruduğu inanırdı. Qədim Misir adlanırdı Nilin tövfəsi, ehramlar ölkəsi, qızıl ölkə. Burada isə Misir haqqında müəyyən hansı ki sizin üçün fotolar yerləşdirilibdir, daha aydın qavramağınız üçün. Çox heyrətamizdir. Diqqətiniz üçün təşəkkürlər əziz abituriyentlər. Onu da qeyd edim ki, əziz abituriyentlər, bu kimi dərslərdən xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, eyni zamanda videomuzu paylaşmağı və bəyənməyi unutmayın. Bu qədər dərsi izah elədim sizin üçün. Testlərini isə əgər sizin üçün də uyğundur və istəyirsinizsə də şərh bölməsinə yazarsınız. Sizin üçün də din test toplusundan artıq testləri izah etməyə başlayacağım. Videoyu bəyənməyi, şərh yazmağı unutmayın əziz abituriyentlər. Sağ olun, salamat qalın.